Bugün suallarda 47-50-ci suallarda MIG tipində olan sualda baxacağıq. Azərbaycanca deyir ki, cümlənin mənasını tapın. They have proposed to change the date when the election will be held. Mən birinci qeyd etmək istəyirəm ki, when sual cümləsində işlənmirsə, feili bağlama kimi anda, əndə deyə tərcümə olunur. Propose təklif etməkdir, change isə dəyişməkdir. Və biz when-dən öncəyə baxdıqda date sözünü gördük. Date sözünün 3 mənası var. Görüş, xurma və tarix. Burada isə tarix deməkdir. Onlar seçkinin keçiriləcəyi tarixi dəyişdirməyi təklif etdilər. Digər suala baxaq. One of the buildings which collapsed during the earthquake was a hospital. Burada əksərən biz was sözünə köklənirik. Lakin əvvəlki hissəyə də diqqət edilmək vacibdir. One of biri deməkdir. Collapse isə dağıdılmış, yəni zədələnmiş sözünə gəlir. Həm də fəlakət deməkdir, dağıntılar. Zəlzələ müddətində, zəlzələ vaxtı dağılan binalardan biri də xəstəxana idi. Bəli. Deməli, zəlzələ zamanı dağılan binalardan biri xəstəxana idi. Cavab olacaq D variantı. 10 passengers, 5 of whom were seriously injured, were immediately taken to the nearest hospital. Deməli, burada baxdıqda whom cəmdədir, passengers əvəz edir. Sərnişinlərdən, yəni 10 sərnişindən 5-i ciddi xəsarət almışdı. Dərhal ən yaxın xəstəxanaya göndərildi. Yəni mən ilk başda belə tərcümə edirəm. Lakin variantlara baxdıqda biz cümləmizi yığcamlada bilərik. Deməli, 5-i ağır yaralı olan 5 of whom. Burada whom passengers əvəzidir. Yəni 10 sərnişin var, onu da yaralıdır, amma 5-i daha ağırdır. Deməli, 5-i ağır yaralı olan 10 sərnişin dərhal ən yaxın xəstəxanaya aparıldı. Digər suala da baxaq. This method was widely used to cure the patients who were mentally ill. Burada mentally, yəni zehni deməkdir. Zehni olaraq xəstə olan pasiyentlər deməli bu üsulla, yəni geniş bir şəkildə sağaldıldı, müalicə olundu. Daha doğrusu istifadə olundu bu üsul. Bu üsul istifadə olundu, was used. Aha, bu üsul deməli ruhi xəstə bilirsiniz nəyə əvəz edir burada? Mentally, yəni zehni cəhətdən xəstəliyi olan, ruhi cəhətdən xəstəliyi olan bu üsul ruhi xəstələrin müalicəsi üçün geniş şəkildə istifadə olunurdu. Məsələn, B-də deyir təsirli idi, olmaz. Burada təsirli sözü yoxdur. C-də bu üsulu tətbiq etməyə çalışdılar. Xeyr, cümləmiz ilə məhcul növdədir. Üsul istifadə olunurdu. Və used keçmişdə olunurdu, yəni var idi, vərdiş idi, indi isə yoxdur. Deməli, burada da D variantı bizi çaşdıra bilər, amma geniş widely sözü D-da yoxdur. Ona görə də olacaq A variantı. Məni izləməyi unutmayın.